Audio Jungle. Audio Jungle. Audio Jungle. Pakistan İranla sərhədi tamamilə bağlayıb. Şərqdəki vəziyyətin kəskinləşməsi ilə əlaqədar İranla sərhədi qeyri-müəyyən müddətə bağlayıb. Cahan Info reportajı istinadına xəbər verir ki, bu barədə Pakistan Kiyevləri məlumat yayıb. İranla sərhədin bağlanması barədə qərar İsrailin hücumları səbəbindən qeyri-sabit vəziyyət fonunda təhlükəsizlik üçün qəbul edilib. Kiyevlər adı açıqlanmayan rəsmilərin sözlərinə stat gətirib. Qeyd edək ki, İran və Pakistanın 905 km uzunluğunda ümumi sərhədi var. Sərhəd məntəqələri bazar günündən etibarən bağlanmağa başlayıb. Ötən gün Pakistan Xarici İşlər Naziri Məhəmməd İshaq Dar İrandan 450 Pakistanlı zəvvarın təxliyə edildiyini bildirib. O, İranda təhsil alan 150-dən çox Pakistanlı tələbənin Taftan sərhəd məntəqəsi vasitəsilə vətənə qayıdacağını qeyd edib. Audio Jungle.